yoxdur. Maşın alarsan, yoxsa ev alarsan, özdə 2 dənə ev. Sən əgər məndən 3 dənə ev alsan, mən sənə hansı maşını hədiyyə eləyəcəm. Gəl indi diqqətlə qulaq as, mən sənə ardın çəkirəm inşallah. İndi sənə göstərirəm, bax bu evi, təmirli vəziyyətini. İndi isə gedirik səninlə biz bu evlərin səyahətinə. Harda? Gürcüstanda, Batumidə getdik. Sənə gördüyüm bax bu qədər məsafədən Batumidə evlər təklif edirəm. Strelka sənə göstərdi də hardadır. Bu gördüyün yerdə bax birinci bina, ikinci bina, üçüncü bina fərq etməz. Yəni məsafə budur. Görürsən. Ola bilər panorama olsun, olmasın, amma binadan düşdün aşağı onsuz da panoramın var. 37.000 dollardan başlayır dostum evlər. Batumidə bax bu dəqiqə bütün Novostroykaların içindəyəm, düz ortasındayım. Bomba kimi variant. 27 kvadrat vid dənizə də var, məhliyə də var. İndi hara düşəcəksiniz daha bilmirəm. 27 kvadrat ev təklif edirəm, studio. Balkonuna qədər hər bir şey var. 27 kvadrat evi sizə 37.000 dollara təklif edirəm. Dubayda nə buna ilkin ödəniş verə bilərsən, nə ilkin ödəniş deyil. Azərbaycanda da həminki kimi Türkiyədə də. Nə də ki, ala bilərsən. Mən amma sənə hazır bu evi belə gördüyün kimi verirəm. Dənizə görüntüsü var. Yəni Dubayda istəsən Dubayda da eləyə bilərəm, pulun varsa ya artıq. Yəni bu qiymətə sən Dubayda məsəl üçün alacağın 500.000 dollara alacağın evə ən ucuzu da deyirəm. Alacağın evə burada 10 dənə ev alarsan, bəlkə də mənlə əlaqə saxla, mən sənə kömək eləyəcəm. Gəl indi diqqətlə qulaq as, mən sənə ardın çəkirəm inşallah. Sənə bir təklif eləmək istəyirəm və görürsən 75.000 dollara BMW X5, X6 fərqi yoxdur. Maşın alarsan, yoxsa ev alarsan, özdə 2 dənə ev. Göstərək. Bu maşın da bildiyin 75.000 dollardır. 4x4 motordur. Adi maşındır. İndi isə gedək. Mən sənə təklif edirəm ki, sən əgər məndən 3 dənə ev alsan, mən sənə hansı maşını hədiyyə eləyəcəm. Gedək baxaq. Qardaşım, bunu saxla, sənə mən hədiyyə eləyəcəm ona görə. Saxla. Bax bu maşını görürsən. Düzdür, X5 deyil, X6 deyil, X-sızdır. Amma 3 dənə ev al, maşının da olsun. Batumidə sənə ev təklif edirəm, bu maşını da hədiyyə edirəm. İstəyən olsa F30'dur, 2 motordur, 2014-cü ildir. İstəyirsənsə istə. İstəmirsənsə 2 dənə ev al, maşını istəmirsənsə. Amma 3 dənə ev alsın, sənə bu maşını hədiyyə edəcəm. Və yaxud da adam tap 3 dənə ev alsın, bu maşın sənin olsun, özün bilərsən. Məndən sənə təklif eləmək. Başqa maşınlara pul çox verməkdənsə, ev yatırım deməkdir. Maşın da yatırım deməkdir, amma ev ən sərfəlisidir.